İnternetdə bilmədiyiniz bir insanın adresini əldə etmək çox asandır. Bunu pasiv məlumat toplama deyirik kiber təhlükəsizlikdə. Bunu eləmək üçün birinci daxil olmalısınız bu veb sayta. Bu veb saytda link yaradıb izləmə eləyə bilirsiniz. Məsəl üçün bizim dərslərdən birinin linkini kopyalayıb burada yerləşdirirəm və link yaradıram. Qaydaları qəbul elədikdən sonra bu məni admin panelə yönləndirir. Burada artıq mənim linkim hazırdır. Bunu kopyalayandan sonra hər hansı bir hədəf maşına, yəni adresini öyrənmək istədiyimiz şəxsə yollayırıq. Onun gördüyü sadəcə YouTube videosu olacaqdır. Ancaq həmin adamın məlumatları bu səhifəni yenilədikdə bizdə görünəcəkdir bu şəkildə. Hansı cihazdan giriş eləyir, hansı adresdən giriş eləyir. IP adresindən isə biz həmin adamın lokasiyasını öyrənə bilirik.